60 saniyədə Azərbaycan gənci. Həm işləyib, həm də oxumaqdan yatmağa güclə vaxt ayıra bilən başı dolu, amma cibi boşalan bu gənclərimiz Survivor'ın Azərbaycan buraxılışında bütün ölkə olaraq yaşamağa hələ də davam edirlər. Qazandıqları pulu kirayə, yol, qidaya ancaq çatdıra bildikləri üçün ölkənin onlara bəxş etdiyi bu üçü birində paketindən olduqca razıdırlar. Sosial baxımdan heç bir aktivliklərinin olmaması da təsadüfi deyil. Çünki bizim gənclər vaxtlarını boşa sərf etmir, pullarını hara gəldi xərcləmir. Əksinə olaraq daima həyatda qalmağın yeni yollarını, məsələn makaronu çörəklə yemək kimi ucuz və sərfəli variantları kəşf edirlər. Həyatdakı tək motivasiyaları isə izlədikləri serialın yeni sezonunu gözləmək olan bu gənclər modern film sənətinə olan maraq və həvəslərini də göstərirlər. Bu sayədə əgər varsa öz divanlarında oturub Avropalı gənclərin lüks yaşamını izləyir və bu şəkildə beyinlərinə gərəkli olan günlük dopamin ehtiyacını da əldə etmiş olurlar. Bütün bunlar sayəsində gənclərimizin həyatda yaşamaq istəkləri günü-gündən artır və öz vətənlərini getdikcə daha da bağlandıqları üçün əsla ölkədən çıxmaq kimi düşüncələri də yoxdur. Şairin də dediyi kimi, mən belə əsrarı qana bilmirəm, qanmaz olub da dolana bilmirəm.